Ləçəklərin içində gizlənmiş bir Avropa nağılı. Bu kiçik ölkə dünyanın ən böyük güllər bazarına, dənizlə mübarizəyə qalib gəlmiş şəhərlərə və velosipedlə yaşayan insanlara ev sahibliyi edir. Bəs külək dəyirmanları, kanallarla dolu Amsterdam və rengarəng tülpan tarlalarının arxasında necə bir həyat yatır? Bu videoda Niderlandın həm tarixi, həm bugünkü cazibəsini bir yerdə kəşf edəcəyik. Hazırsınızsa, başlayaq. Səfərləri sevirsinizsə və Avropa ölkələrinə maraq göstərirsinizsə, yəqin ki, Niderlanda getməyi arzulamısınız. Dünyada demək olar ki, hər bir səyyahın xəyalını bəzəyən, müxtəlif millətlərə mənsub insanları bir arada saxlayan, azadlığın və incəsənətin, əyləncənin vətəni olan Niderland dünyanın ən müasir və inkişaf etmiş ölkələrindən biri hesab olunur. Niderland, Qərbi Avropada yerləşən və eyni zamanda müxtəlif adalara sahib olan krallıq ölkəsidir. Bu ölkədə parlamentli monarxiya üsul idarəsi mövcuddur və əhalisinin kökləri qədim German tayfalarına dayanır. Niderland tarixçiləri 1600-cü illəri ölkənin qızıl dövrü kimi dəyərləndirirlər. Həmin dövrdə Avropanın bir çox ölkəsində avtoritar rejimlər güclənmişdi. Müharibədən qaçan Avropalı varlılar və ziyalılar Niderlanda köçmüş, bununla da ölkə çox mədəniyyətli bir quruluşa çevrilmişdi. Sonradan ölkədə azadlıq yönümlü və güclü iqtisadi siyasətlər tətbiq olunmuş və bugünkü müasir Niderlandın təməli qoyulmuşdu. Əlavə olaraq, kəşflər dövründə də çox yaxşı faydalanaraq qurduqları ticarət şəbəkələri ilə böyük bir cazibə mərkəzinə çevrilmişdilər. Həqiqətən, bugün Hollandlar sahib olduqları rifah və xoşbəxtlik səviyyəsi ilə qibtə ediləcək xalqlardan biri sayılır. Sözün əsl mənasında onlar indi də öz qızıl dövrlərini yaşayır və həyatın bütün gözəlliklərindən faydalanmağa davam edirlər. Bu ölkənin əhalisi Flemenkçənin bir dialekti olan Holland dilində danışır və bu dil bəzi çevrələr tərəfindən Alman dilinə bənzədilir. Ölkə ərazisinin böyük hissəsi dəniz səviyyəsindən aşağı yerləşdiyinə görə İngiliscə Nederlands, aşağı torpaqlar adını da buradan almışdır. Ölkənin tamamilə düzənlik üzərində qurulduğunu söyləmək mümkündür. Bu hal hər nə qədər sel təhlükəsi baxımından təhlükəli görünsə də, Hollandların illər ərzində qurduğu mükəmməl bənd və kanal sistemi ölkəni tam qoruyacaq səviyyədədir. Niderlandın Amsterdam kimi dünyaca tanınmış paytaxtı var. Bu şəhər Rotterdamdan sonra ölkənin ən sıx əhalili ikinci şəhəri sayılır. Turistlər isə əsasən Niderlanda səfərlərini Amsterdam mərkəzli etməyə çalışırlar. Çünki bu şəhər həqiqətən çox məşhurdur və bir-birindən maraqlı tədbirlər burada keçirilir. Məsələn, dünyanın ən yaxşı orkestri hesab edilən Hollandiya kral musiqiçiləri bu ölkədə böyük maraq görür. Həmçinin dünyaca məşhur Red Street də bu şəhərdə yerləşir. Zənnimcə Amsterdamı ziyarət edib qırmızı küçəni görmədən geri dönən turist yoxdur. Digər tərəfdən Amsterdamda insanlardan çox velosiped görsəniz təəccüblənməyin, çünki bu ölkə velosiped istifadəsinin ən geniş və ən təhlükəsiz olduğu nağılları xatırladan ölkələrdən biridir. İnsanlar avtomobil, tramvay və ya avtobus əvəzinə velosipedlə hərəkət etməyə üstünlük verirlər. Buna görə də ölkədə bol sayda velosiped yolları görmək, bir yerdən digər yerə sürətlə velosiped sürən yerli insanlarla rastlaşmaq mümkündür. Şəhərdə bir başqa diqqət çəkən məqam isə budur. Amsterdamda evlər adətən bir-birinə bitişik və dar şəkildə inşa olunur. Çünki şəhərlərdə evlərin eni artdıqca vergilər də yüksəlir. Buna görə də iki bina arasındakı məsafə demək olar ki, yoxdur. Bu ölkəni maraqlı edən daha bir çox amil mövcuddur. Məsələn, Amsterdamı tort kimi dilim-dilim ayıran yüzlərlə kanallar və minlərlə körpü var. Hətta insanlar oradakı külək dəyirmanlarını və təbiətlə iç-içə olan möhtəşəm memarlığı görəndə öz ölkələrinə qayıtmaq istəmirlər. Buna nümunə olaraq Amsterdamı ziyarət edən hər kəsin mütləq baş çəkdiyi Volendam sahil qəsəbəsini və Marken adasını göstərmək olar. Bu iki qəsəbə o qədər möhtəşəm gözəlliyə malikdir ki, insana doğrudanmı bu yer bu dünyaya aiddir, yoxsa cənnətdir dedirdir. Möhtəşəm təbiətinə və unikal memarlığına baxmayaraq, əlbəttə ki, bu ölkənin də çatışmaz tərəfləri var. Məsələn, Niderlanda getsəz, yemək mədəniyyəti baxımından bir qədər məyus ola bilərsiniz. Azərbaycan mətbəxindən fərqli olaraq burada o qədər də çox çeşid tapa bilməyəcəksiniz. Bəlkə də soyuq iqlimlərinə görə zəngin mətbəx mədəniyyəti formalaşmayıb. Ənənəvi yeməkləri əsasən
ət, kələm və kartof ətrafında cəmləşir desək, yanılmarıq. Amma yenə də ora gedəndə dadmalı olduğunuz bir vacib məhsul var. Bu da Holland pendiridir. Çox güman ki, bütün gün yaşıl otlaqlarda otlayan inəklərin südü ilə hazırlandığı üçün pendirləri inanılmaz dərəcədə ləzzətlidir. İsveçrə ilə birlikdə dünyaya ən çox pendir ixrac edən ölkələr sırasındadılar. Pendirləri adətən yumşaq və süd qoxulu olur, amma yaşlandıqca müxtəlif növləri meydana çıxır. Əlavə olaraq müxtəlif ədviyyatlarla dadlandırılmış pendirlər də çox məşhurdur və geniş satılır. Niderlandın dünya bazarına çıxardığı və markalaşdırdığı digər bir sektor isə lalə istehsalıdır. Bu ölkədəki lalə bağçaları taxta çəkmələrlə birlikdə Hollandiyanın əsas simvollarından birinə çevrilib. Amsterdam şəhər mərkəzindən bir qədər uzaqdakı lalə bağçalarına getsəniz, orada təkcə lalələr deyil, min bir rəngdə digər çiçəklər də görə bilərsiniz. Yaxud şəhər mərkəzində qalaraq Klompen adlanan taxta çəkmələrə və digər suvenir məhsullara da baxa bilərsiniz. Əgər getsəniz və alış-veriş etmək istəsəniz, şəhər mərkəzində kredit kartları keçsə də, kənd və ucqar bölgələrdə kredit kartlarının keçmədiyinin şahidi ola bilərsiniz. Bəs Niderland insanları necə insanlardılar? Bir çoxlarına görə Hollandlar son dərəcə açıq fikirli və nəzakətli insanlardır. Məsələn, restoranlarda ofisiantlar yüksək səslə deyil, sakit şəkildə çağırılır və bu məsələyə xüsusi diqqət yetirilir. Hətta mümkün qədər əl işarələri ilə çağırmaq bir ədəbsizlik sayılmır, əksinə vacib etik qaydadır. Bundan əlavə onlar şişirdilmiş tərifləri sevməzlər və insanlara adları ilə müraciət edərlər. Lakin bir Hollandla səmimi münasibətiniz varsa, alışmadığınız salamlaşma formasına rast gələ bilərsiniz. Normalda sağ və sol yanaq olmaqla 2 dəfə öpüşülən salamlaşmalar Niderland üçün biraz fərqlidir. Sağ, sonra sol, sonra yenə sağ olmaqla 3 dəfə öpüşülür. Əlavə olaraq, əgər orada xidmət sektorunda işləyəcəksinizsə, çayavoy məsələsini unutsanız yaxşı olar. Çünki Hollandlar xidmət göstərməyin restoran və kafelərdə çalışanların əsas vəzifəsi olduğunu düşünürlər və çay pulu verməyi zəruri saymırlar. Holland kişilər dünyanın ən uzun boylu insanları arasında göstərilir və pivəyə olduqca düşkün olduqları bildirilir. Hətta Avropanın ən böyük pivəxanaları bu ölkədə yerləşir. Niderland eyni cinsdən olan şəxslərin evliliyini qanuniləşdirən ilk ölkələrdən biridir. 2001-ci ildən bu yana insanlar burada eyni cinslərlə evlənə bilirlər. Dini baxımdan isə əhali əsasən xristianlığa meyilli görünür. Buna baxmayaraq, ölkə əhalisinin yarısına yaxını özünü heç bir dinə mənsub saymır. Peşə sahəsində isə insanlar gəmiçilik, balıqçılıq, ticarət və bankçılıq kimi sahələrdə çalışır və kənd təsərrüfatında da yüksək texnologiyalardan istifadə etməklə bir çox məhsul ixrac edirlər. Avropada işsizlik səviyyəsi ən aşağı olan ölkələrdən biri kimi tanınır və az saylı əhalisinə baxmayaraq dünya iqtisadiyyatına istiqamət verir. Niderlandda digər ölkələrdən fərqli olaraq idarəetmə Amsterdamdan aparılmır. Keçmişdə müharibə canilərinin mühakimə edildiyi və dünyada hələ də ədalətin mövcud olduğunu isbat edən La Hey Beynəlxalq Ədalət Məhkəməsi bu ölkənin idarəetmə mərkəzidir. Bura eyni zamanda Birləşmiş Millətlərin ən mühüm diplomatik mərkəzlərindən biridir. Bu məhkəmənin qəbul etdiyi bütün qərarlar onu tanıyan ölkələr tərəfindən keçərli hesab olunur. Bəs Azərbaycandan Niderlanda necə getmək olar? Şərtlər və xərclər nədən ibarətdir? Son olaraq buna baxaq. Azərbaycan vətəndaşları Niderlanda getmək üçün Şengen vizası almalıdır. Bakıdan Amsterdam və ya digər şəhərlərə birbaşa və ya tranzit reyslər mövcuddur. Qiymətlər və reyslər mövsümə görə dəyişir. Əgər təhsil və ya iş məqsədi ilə gedirsinizsə, universitetdən qəbul məktubu və ya iş dəvəti, həmçinin Niderlandda qalacağınız yer haqqında məlumat təqdim olunmalıdır. Şengen vizası ilə 90 günədək qalmaq mümkündür. Daha uzun müddət qalmaq üçün müvafiq uzun müddətli viza və ya icazə alınmalıdır. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək sağ olun.